Salam əziz şagirdlər. Bugün 4-cü sinif MC 2-nin izahına baxaq. A variantı ayın 9-u 11-ci ay 2025-ci ildə keçirilmiş MC 2. Birinci sualımıza baxaq. Birinci sualımızda neçə sözün tərkibində K səsi iştirak edir? Deməli, biz bilirik ki, söz ortasında q samitindən sonra cingiltili samit gələrsə, q səsi olduğu kimi tələffüz olunacaq. İqtisadi sözündə isə q samitindən sonra çar samit tələffüz gəldiyi üçün kas kimi tələffüz ediləcək. Ağsaqqal sözündə iki qoşa q samitlərimizdən birincisi çar, ikinci samitimiz olduğu kimi tələffüz olunur. Bulaq sözü, bulaq sözü deyə tələffüz olunur. Şəfəq sözü, şəfəq deyə tələffüz olunur. Nöqsan sözü yenə eyni qaydaya əsaslanırıq. Söz ortasında gələn q samitindən sonra çar samit gələrsə q k səsini verəcək. Ona görə də doğru cavabımız bizim olacaq D variantı. Hansı söz birləşməsinin hər iki söz yazılışından fərqli tələffüz olunur? Burada kənd həyatı, burada d samiti t kimi tələffüz edilir, amma ikinci sözümüz olduğu kimi tələffüz olunacaq. Qurd yuvası sözündə d samitindən sonra samit gəldiyi üçün burada t kimi tələffüz ediləcək. Dörd yoldaş yenə eyni qaydaya əsaslanırıq. Çələng hörməkdə isə ç kimi tələffüz olunacaq. Sondakı bu ç səsi isə i səsini verəcək. Çələng hörmək deyə tələffüz ediləcək. Doğru cavabımız olacaq D variantı. Sonra üçüncü suala baxırıq. Qoşa samiti sözlərin tələffüzü ilə bağlı uyğunluq hansı bənddə pozulmuşdur? Baxaq. Deməli, bizim fərqli tələffüz olunan samit cütlüklərimiz vardır ki, ç-çıdır, t-tıdır, p-pıdır və q-q samitlərdir ki, bunlar fərqli tələffüz olunur. Amma yerdə qalan samit cütlüklərimiz isə olduğu kimi tələffüz olunur. Ona görə də cavabımız olacaq şəffaf sözü. Burada f-v deyə tələffüz edilib, amma şəffaf sözünün tələffüzü fərqlənmir. Dördüncü suala baxırıq. Uyğunluq hansı bənddə pozulub? Pozulub deyirsə biz bu pozulub sözünə diqqət edəcəyik. A variantına baxırıq. Yazılış və tələffüz eynidir. Bəli, Peyğəmbər olduğu kimi tələffüz olunan sözlər sırasındadır və Peyğəmbər deyə yazılır. N hərfindən sonra m və b samitləri gələrsə, n hərfi m səsini verəcək. Peyğəmbər sözü isə elə m ilə yazılıb, m ilə deyilən sözlər sırasındadır. Tərkibində çar samit yoxdur. Bizdən əgər samit sayı soruşuruz uşaqlar, biz tələffüzə diqqət eləyəsinik. Bulud sözünün tələffüzü bulud deyə tələffüz edilir. Ona görə də bizim pozulan variantımız elə B variantıdır. Tərkibində cingiltili samit var. Bəli, var. Saxta sözü saxta deyə tələffüz edilir. Söz ortasında gələn x hərf birləşməsinin birincisi olduğu kimi, ikincisi cingiltili tələffüz edilir. D variantına baxdığımız zaman tərkibində sait uzanması var. Bəli, etiraz sözündə sait uzanması var. Ona görə də D variantı doğru cavabdır. Tələffüzündə səs artımı var. Həcmli sözünün tələffüzü həcmli deyə tələffüz edilir. Ona görə də burada da səs artımı var. Doğru cavabımız B variantıdır. Uyğunluq pozulan variantımız B variantıdır. Beşinci suala baxırıq. Cümlələrdən birində səhv yazılmış söz yoxdur. Uşaqlar şirniyyat xoşlayır. Şirniyyat sözü şirniyyat deyə tələffüz yazılacaq. Oktyabrda havalar isti keçirdi. Burada isə isti yox, isti deyə yazılmalıdır. S-t hərf birləşməsi isti. Tələffüz zamanı isti deyə tələffüz edilir. Burada isə bizə orfoepik normada verilib sözümüz. Dağ yıxılmasa dərə dolmaz. Bizim doğru cavabımız C variantıdır. Kənddən gələn var. Burada isə iki qoşa d olmalıdır. Kənd-dən formasında yazılmalıdır. Burada isə bizim tələffüzümüzə uyğun sözü yazıblar. Qızlar bulaq başında q olmalıdır. Ona görə də cavabımız olacaq C variantı. 6-cı suala baxırıq. Qorxaq sözündən sonra hansı söz artırılsa son samiti q kimi tələffüz olunur?
Söz sonunda gələn q samitinin cingiltili tələffüz olunmağı üçün ondan sonra mütləq saitlə başlanan söz və ya şəkildə artırmaq lazımdır. Burada isə variantlara baxdığımız zaman hamısı samitlə başlayır. Ancaq D variantında saitlə başladığı üçün cavabımız olacaq D variantı. Qapalı sait işlənmiş sözləri seçin. Deməli, sehirbaz sözü burada i deyə tələffüz olunur. Sehirbaz. 2. Sonra bacıoğlu. Bacıoğlu deyə tələffüz olunur. Bacıoğlu deyə tələffüz olunur. Müxtəlif cinsi qoşu saitlər burada biri düşəcək. Amma burada u yenə qalmış olur. Hökümdarda isə hökümdar deyə tələffüz olunur. Ona görə də burada da ü sait əlavə olunduğuna görə 2, 4, 5 bizim doğru cavabımızdır. 8-ci suala baxırıq. Sözlərdən birinin son samiti kar tələffüz olunmur. Çəkid sözündə son samit çəkid deyə tələffüz ediləcək. Bənd sözündə son samit bənd deyə tələffüz edilir. Kitab sözündə son samit kitab deyə tələffüz edilir. Qab sözündə isə samit say samit olduğu üçün burada olduğu kimi tələffüz edilir. Ahəng sözündə isə ahəng deyə tələffüz olunur. Qab sözü isə istisna sözləri içərisindədir. Ona görə də doğru cavabımız D variantıdır. 9-cu suala baxırıq. Tələffüzündə səs artımı və səs dəyişməsi olan sözü müəyyən edin. Əli açıq sözü müxtəlif cinsli sait qoşalığı olan sözlər sırasındadır. Burada əl açıq deyə biz tələffüz eləyəsiyik. Hətta saitimizin biri düşmüş olur. Niyyət sözü isə olduğu kimi tələffüz edilir. Heç bir dəyişiklik baş vermir. Üstü örtülü bizim müxtəlif cinsli sait qoşalığımız olan mürəkkəb sözlərimizin istisna sözlərindəndir ki, bu sözdə birinci sait düşmür, üstü örtülü deyə tələffüz edilir. Bu sözdə sait dəyişməsi var, amma səs düşümü yoxdur, səs artımı da yoxdur. Amma dialoq sözündə isə həm səs artımı var, həm də səs dəyişməsi mövcuddur. Deməli, burada i-o müxtəlif cinsi qoşu saiti biz görürük. Burada dialoq deyə tələffüz olunacaq. Ona görə də həm səs artımı, həm səs dəyişməsi D variantında özünü göstərir. 10-cu suala baxırıq. Ahəng qanununa tabe olmayan sözlər dərcəsini müəyyən edin. Uşaqlar, ahəng qanunu nəyə deyilir? Biz bunu ilk öncə deyək. Ahəng qanunu deməli, sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə deyilir. Və bu qanuna əsasən də qalın saitdirsə, ondan sonraki saitlər də elə qalın saitlər və ya açıq saitlər olacaq. Yəni, incə sait işlənə bilməz. Nadir sözündə isə həm qalın işlənib, həm incə işlənib. Burada ildırım sözündə həm incə işlənib, həm qalın işlənib. Telefon sözündə həm incə işlənib, həm qalın. Ona görə də bizim ahəng qanunu tabe olmayan sözümüz olacaq B variantı. Qoşu samit sözlərdən birinin yazılışı və tələffüzü fərqlənmir. Bayaq bunu qeyd etdik. P, P, T, T, Q, Q samitlərimiz fərqlənən samitlər sırasındadır. İyə və iyyət isə iyyə və iyyət şəkilçiləri fərqli tələffüz olunur. Bir y ilə deyilir. İyə və iyyə. Bu formada tələffüz olunur. Amma səhhət sözü isə necə yazılır? O cürdə tələffüz edilir. Cavabımız olacaq A variantı. 12-ci suala baxaq. 12-ci sualda bizdən nə istəyir? 12-ci sualda isə hansı bətdəki sözlərə saitlə başlanan şəkilci artırdıqda ç-yı, qı-ğı əvəzlənməsi baş vermir. Biz bilirik ki, milli mənşəli sözlərdə ç-yı və qı-ğı əvəzlənməsi baş verir. Amma alınma sözlərdə isə bu qanun uymur. Deməli, iştirak və üfüq sözləri ç-yı və qı-ğı əvəzlənməsi üçün uyğun deyil. Bu sözdə iştirak olduğu kimi tələffüz olunacaq, üfüq isə k kimi tələffüz olunacaq. Ona görə də doğru cavabımız Y variantıdır. Məsəl üçün, diqqətlə baxsaq, iştirakın olduğu kimi tələffüz olunur və olduğu kimi yazılır.
iştirakın. Burada isə üfüqün deyə tələffüz olunur. Biz buna samitlə başlanan, məsəl üçün üfüq xətti deyə söz artırsaq, buradakı q samiti isə k səsini verəcək. Üfüq xətti. Alınma sözlərdə q samitindən sonra samit gələrsə, bu k səsini verəcək. 13-cü suala baxırıq. 13-cü sualda hansı cümlələrdəki sözlərdə nöqtələrin yerinə samit yazılmalıdır? Deməli, tək hecalı, sonu eyni cinsli samitlə bitən sözlərə samitlə başlanan şəkil çatdırdıqda eyni cinsli qoşu samitlərdən biri düşəcək. Yəni, haqq sözünə mən samitlə başlanan şəkili çatdırdığım zaman buradakı haqlı bu samitlərdən biri düşmüş olacaq. Amma mən buna saitlə başlanan şəkildə artırmış olsam uşaqlar, burada mənim qoşa samitlərim olduğu kimi qalacaq. Deməli, mən bu qanuna əsasən, bu qaydaya əsasən yola çıxıram və burada həddini sözünə mənə samit lazım olacaq. Əhməd həmişə aydın və oxunaqlı xətlə yazır. Bura isə yox, çünki niyə? Dedik ki, özündən sonra samit gələrsə, buradakı qoşa samitlərdən biri düşəcək. Burada düşür deyə, bura biz samit əlavə edə bilmərik. Münaqişə hələ də həllini, bura isə biz l-nı yaza bilərik. Çünki biz dedik ki, sait gələrsə, qoşa samitlər olduğu kimi qalır. 2 ilə 4 bizim doğru cavabımızdır. 14-cü suala baxaq. Aşağıdakı xüsusiyyətlərə uyğun gələn sözü müəyyən edin. Ahəng qanuna tabedir, yazılışı və tələffüzü fərqlənir. Təqsir sözü ahəng qanuna tabedir, yazılışı və tələffüzü də fərqlənir, təqsir deyə tələffüz edilir. Çünki söz ortasında q samitindən sonra çar samit gələrsə, söz ortasında gələn q samiti k səsini verir. 15-ci suala baxırıq. Ecazkar sözündəki uzanan saitin variantlardakı sözlərin birində də uzanması müşahidə olunur. Ecazkar sözündə e saitimiz uzanır, edam sözündə də e saitimiz uzandığına görə cavabımız B variantıdır. 16-cı suala baxırıq. Bədlərdən birində sözün yazılışı və tələffüzü düzgün göstərilir. Dovğa sözü ov, öv hərf birləşməsi deməli, olduğu kimi tələffüz olunur. Dovğadır, dovşandır, çovğundur, novruzdur. Baxın, bu tipli sözlər olduğu kimi tələffüz olunduğuna görə A variantı yanlışdır. Fəal sözü fəal deyə yazılır, fəal deyə tələffüz olunur. Neftçi sözü isə neftçi. Pıtı deməli, burada hərf birləşməsini biz görürük. Burada isə neftçi deyə tələffüz ediləcək. Söz sonunda gələn fıtı, xıtı, sıtı hərf birləşmələrindən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə, buradakı son samitlərimiz düşür. Ona görə də neftçi deyə tələffüz olunur. Məsələn, dost qapısı deyirəm, bu birləşməyə diqqət edək. Dost qapısı birləşməsində bu sözün tələffüz olacaq dost qapısı. Bizim bu sözün sonundakı q samitimiz düşmüş kimi tələffüz ediləcək. Ona görə də burada doğru cavabımız D variantıdır. Asfalt sözü asfalt yazılır, asfalt deyə tələffüz edilir. 17-ci suala baxaq. Hansı söz birləşməsinin birinci tərəfinin son samiti cincirtili tələffüz olunur? Ümumiyyətlə, qaydamıza əsasən söz sonundakı samitin kar və ya cincirtili olmağını bilmək üçün həmin sözü saitlə başlanan şəkilçi artırmaq mütləqdir. Burada isə bizim samit saitlə başlanan sözümüz zəng etməkdir. Deməli, burada biz zəng etmək sözünü olduğu kimi tələffüz etmiş olasıyıq. 18-ci suala baxırıq. Yalnız cincirtili samitlə işlənmiş sözü seçin. Bürünc sözü bürünc deyə tələffüz olunacaq. Zəfəran sözü zəfəran deyə tələffüz olunacaq. Burada cincirtili samitlərdir. Diametr sözü yenə də cincirtili samitlərdir. Amma burada p səsini biz görmüş oluruq. Zəfəran sözündə f samitimiz var, çar samitdir. Miqyas sözündə s samitimiz çar samitdir. Dərzi sözündə isə
Hamısı cingiltili samitlərdir. Bürünc sözündə deməli ç samitimiz kardır. Zəfəran sözündə f samitimiz kardır. Miqyas sözündə s samitimiz kardır. Y variantında isə dərzi sözündə hamısı cingiltili samitdir. Ümumiyyət uşaqlar bir şey yadınızda saxlayın ki, samit sahib soruşursa, hər zaman biz tələffüzə diqqət etməliyik. Deməli, 19-cu suala baxırıq. Aşağıdakı sözlərdən hansında hərflərin sayı səslərin sayından bir vahid azdır? Deməli, səsimiz burada çox olacaq. Müəllif sözü, tələffüzü, deməli, fərqlənməyən sözlər sırasındadır. Nəzəriyyə sözündə isə hərfimiz səsimizdən çoxdur. İyə hissəcikləri bildirir ki, tələffüz zamanı qoşa yığlarımızdan biri düşəcək və bir yə ilə tələffüz olunacaq. Ona görə də nəzəriyyə deyə tələffüz ediləcək. Səsimiz hərfimizdən az olmuş olur. Hökümlü sözündə isə tək hecalı sözlər sırasındadır və buraya qapalı sahib daxil olduğuna görə səs artımı hadisəsi baş verir. Hökümlü deyə tələffüz olunacaq. Burada hərfimiz səsimizdən azdır. Bizim cavabımız olacaq C variantı. Cənnət sözü, kakao sözü isə tələffüz zamanı fərqlənməyən sözlər sırasındadır. 20-ci suala baxırıq. Verilən sözlərdən birində dil arxası dar dodaqlanan sahib işləmişdir. Bilirik ki, dil arxası sahiblər qalın sahiblərdir, dar sahiblər qapalı sahiblərdir, dodaqlanan sahiblər də biz bunu bilirik. Dil arxası sahiblər A, I, O, U, qapalı sahiblər I, I, U, Ü, dodaqlanan sahiblər O, Ö, U, Ü. Burada bizim variantımız olacaq A variantı. Doğru cavabımız A variantı olacaq. Uşaqlar, gəlin indi mətnin izahına baxaq. Deməli, mətnimizi oxuyaq. Bir gün səfərdəykən Sultan Hüseyin Baydara iri gövdəli, qollu budaqlı ağac altında özünə yataq açdırır. Uzanıb dincəlmək istəyir. Ancaq yorğan öz boyundan qısa olduğuna onun başına çəkəndə ayaqlarını örtəndə isə başı açıqda qalır. Bundan əsəbləşən Sultan Bayqara oradakı vəzir vəkilini, əyanları və xidmətçilər başına yığıb əmr edir. Necə edirsiniz? Edin, yetər ki, bu yorğan başımla ayaqlarımı eyni dərəcədə örtsün. Hamı sultanın başına yığışıb bu məsələyə bir əncam çəkməyə çalışır. Bu vaxt onları yarıb, İrəli çıxan məşhur filosof Əlişir Nəvai sultanın ayaqlarına zoğal çubuğu ilə güclü bir zərbə vurur. Canının ağrısından ayaqlarını qarnına yığan sultan niyə belə etdiyini soruşur. O, Əlişir Nəvaidən bu cavabı alır. Mən sizin mübarək əmrinizi yerinə yetirdim. Yoxsa sizinlə bir qəsqərəzliyim yoxdur ki, əgər yorğan boynunuza münasib deyilsə, onda siz ayaqlarınızı yorğanın boyuna görə uzatmalısınız və salam. Şükür, tamam. Deməli, mətnimizi oxuduq, mətnimizlə tanış olduq. 21-ci suala baxaq. Mətndə verilmiş ayağına yorğana görə uzaq ifadəsi kimi düşdüyü vəziyyətə aid etmək olar. Uşaqlar, burada yorğanı ayağına görə uzaq. Yəni, burada kim yorğanı qısa idi? Kimin yorğanı qısa idi? Hüseyin Bayqaranın. Deməli, cavabımız nə olacaq? B variantı. 22-ci suala baxaq. Mətndə altından xətt çəkilmiş sözü hansı ifadə ilə əvəz etmək olar? Deməli, mətndə bizə nə verilir? Mətndə münasib sözünün altından xətt çəkilib, münasib sözü, yəni uyğun deməkdir. Cavabımız C variantı olacaq. 23-də verilmiş fikirlərdən birini hər üç xanaya aid etmək olar. Əyanlar, vəzir vəkillər, xidmətçilər. Deməli, qollu budaqlı ağac altında uzanıb dincəlmək istəyirlər. Kimdir bu? Hüseyin Bayqaradır. Əlişir Nəvaiyə paxıllıq edirlər. Sultanın ayaqlarını zobal çubuğuyla güclü bir zərbə vururlar. Məşhur filosof kimi tanınırlar. Sultanın başına yığışıb bu məsələyə bir əncam çəkməyə çalışırlar. Deməli, doğru cavabımız olacaq Y variantı. 24-cü suala baxırıq. Nəvainin sultan ayaqlarına zoğal çubuğu güclü bir zərbə vurması. Bunun biz mətnin son hissələrində rastlaşdığımıza görə bunu birdən götürə bilmərik. Sultan əmr verməsi,
Əlişir Nəvai Sultana cavabı Sultan Hüseyn Bayqaranın səfərə çıxması. Deməli, ilk öncə Sultan Hüseyn Bayqara səfərə çıxır. Ondan sonra Sultan əmr verir. Sonra Əlişir Nəvai Sultanın ayaqlarını zoğal çubuğu vurması, ondan sonra Əlişir Nəvainin Sultana cavabı. Cavabımız olacaq B variantı. 25-ə baxırıq. Hansı ifadəni Əlişir Nəvai ifadəni Əlişir Nəvaiyə aid etmək olar? Əlişir Nəvai müdrik insandır. Onun müdriklüyü Sultana cavabından bəllidir. Deməli, cavabımız olacaq 25-də B variantı. Hər birinizə uğurlar arzulayıram uşaqlar. İnşallah bütün imtahanları müvəffəqiyyətlə başa vermiş olarsınız. Sağ olun.